Natiq müəllim, bu həftə istəyirəm ki, sizinlə Azərbaycanın da 2010-cu illərdə baş vermiş ictimai-siyasi hadisələri danışaq. Həm də ki, mənim gördüyüm dövrdür deyə biraz da müzakirə, debat formasında. O dövrü sən özün də görmüsən, yaşamısan. 2010-lar 2010-cu illər daha çox yadda qaldı. Daha doğrusu 2008-dən sonra keçdi. Ziyalılar Forumunun fəallaşmasına, yaranması ilə. Düzdür, bu ideya gəlirdi Rüstəm İbrahimbəyovdan, yazıcı, dramaturq, senarist. Bu qurumda Əkrəm Əsi də vardı, yazıcımız. Rafiq Əliyev, alim, Cəmil Həsənli, professor və başqa şəxslər də vardı. Və bu Ziyalılar Forumu siyasi, ictimai həyata atıldı. Çox maraqlı layihələr, təkliflər irəli sürdü. Bu daha çox Rüstəm İbrahimbəyovun ideyası idi və Rüstəm İbrahimbəyov Rusiya mətbuatında, o cümlədən də Azad radiosunda maraqlı çıxışlar edirdi. O çıxışlarda ölkədəki ictimai rəyin məhv olduğunu, ölkədə siyasi həyatın sıradan çıxdığını narahatla bildirirdi və cəmiyyətin fəallaşmasını istəyirdi. Amma onda seçkilər hələ yox idi. Seçkilər 2010-cu qurtarmışdı da. Yəni belə bir ideya çıxdı ortaya və demək ki, Ziyalılar Forumu siyasi həyata yeni bir rəng qatdı. Bu Ziyalılar Forumu necə oldu ki, birdən-birə belə bir qrup yarandı? Yəni Rusiyanın istəyi ilə mi formalaşmışdı? Sonra dedilər ki, Rusiyanın istəyidir. Rusiyanın istəyidirsə niyə bu belə deyək də? Rusiya bunlara dəstək vermədi. Necə Rusiya istəyirdi ki, həmin o Ziyalılar Forumunun tədbirlərini mən iştirak edirdim və orada Rusiyanın tənqidlər vardı, açıq şəkildə. Bəyanatlar vardı, dəyər masa vardı. Orada yəni Rusiyanın iştirakı, Rusiya ola bilsin hadisələrdən bəhrələnmək istəyirdi. Və Rusiya Azərbaycan hökumətini işləyirdi axı. Niyə Rusiya başqa bir təşkilata və ya hərəkata dəstək verməlidir? Yenə Ziyalılar Forumu narahatçılıqdan yarandı. Rüstəm İbrahimbəyov ideya müəllifi. O belə bir şeydir. Rusiya amilini çox şişirdir, biz nədənsə. Rusiya amilinin mənə gəlir ki, o qədər də şey deyil. Rusiya amilinin o qədər şişirtməyə ehtiyacı yoxdur. Bu İbrahimbəyov nə baş verdi ki, Əliyevin güclü olduğu dövrdə ona etiraz eləməyə başladı? Yəni 90-cı illərdə də bu ola bilərdi, ya 2000-ci illərdə. O həmişə etiraz eləyibdi, amma prosto o vaxtı, sadəcə o vaxtı Rüstəm İbrahimbəyov Azərbaycanda kino akademiya tikmək istəyirdi. Artıq başlamışdı. Layihə vermişdi, layihə bəyənilmişdi. Tikinti işləri başlayanda ona mane oldular. O da belə çox qəribə yanaşdı buna ki, niyə buna baş verir ki, mən icazə veriblər axı. Əlində sənədlər vardı. Məhkəmə müraciət elədi. Məhkəmə ictimailəşdi. Vəkil onda Aslan İsmailov idi, sonra Fuad Ağayev oldu. Yəni ictimailəşdi məsələsi çıxdı və Rüstəm İbrahimbəyov həmin o məhkəmə prosesinin çıxışlarını elədi. Çıxışlar vasitəsilə gördü ki, tək başına bir şey deyil. Cəmiyyətə müraciət elədi. Ziyalılar Forumu da elə onun fonunda yarandı həm də. Amma bir də bu dövrlə bağlı bir şey var ki, mən bilən 90-cı illər zətdə Əliyevlə yaxın dost olublar. Yəni nəsə bir problem olmalı ki, aralarında. Yox, Heydər ilə çox yaxın olubdu. Hətta onun yubileyinə iştirak edibdi. Gülüstan sarayında onun ad günü idi qardaşların Maksunla. Heydər Əliyev sonra dəvət olunmuş ki, Heydər Əliyev özü gəldi ora. Rüstəm İbrahimbəyov özü dedi ki, mən onu dəvət eləməmişdim. Bir də gördüm özü gəldi, iştirak elədi yubileydə və böyük bir nitq də söylədi. Yəni onun Əliyevlərlə münasibəti çox yaxşı olub o qardaşların. Maksim İbrahimbəyov həmişə deputat mandat alıbdı hakimiyyətdən. Və yadında salır ki, Maksim İbrahimbəyov Azərbaycanın alternativ mediasında, müxalif mediada o qədər sevilmirdi. Onun mərhum Elmar Hüseynovla bağlı çox sərt və ayıb olması çıxışları vardı. Onu o qədər də sevmirdilər müxalif cəmiyyət. Bu hadisələrin fonunda Azərbaycanda yeni bir dalğa müxalifətçilik yarandı. Gənclərin lokomotiv olduğu, Xalq Cəbhəsinin Gənclər Komitəsi aktivləşməyə başladı, Müsavatın Gənclər Komitəsi təşkilatı, Millət Gənclər Hərəkatı başladı, Nidaçılar, hətta bir ara solçular da. Yəni nə baş verdi ki, yəni bu gənclər
90-cı illərdə, 2000-ci illərdə yox, 2010-larda aktivləşməyə başladılar. O gənclər axı 2090-cı illərdə yox idi. Bu yeni gənclər idi. Mən deyirəm bu neft bumunun yaratdığı gənclər idi. Neft bumunun ədalətsiz bir belə deyək də həyat və siyasi həyat yaratdığı, həyatdan doğduğu bir gənclər idi bunlar. Ölkədə neft gəlirləri gəlirdi, amma onlar səmərəsiz xərclənirdi. Ədalətsizlik var idi orada. O gənclər də buna etiraz edirdi. O gənclər oradan yarandı. Bir də sanki şey vardı. Mən misal üçün həmin dövrü analiz edəndə fikirləşirəm ki, nəsil dəyişmirdi. Gənclər hakimiyyətdə təmsil olunmurdu da. Köhnə 90-cı illərin nəsilləri idi və qalanlar və onların övladları gəlirdi gələndə və yeni nəsil orta təbəqə, şəhərli, rus dili bilən, intellektual gənclər hakimiyyətdə təmsil olunmurlar deyə bir etiraz da formalaşır ki, xeyr ola biz hakimiyyətdə deyirik və ola bilsə sənin dediklərin də var idi, amma hakimiyyətin özünə dəyişikliklər vardı. Məsələn, İlham Əliyev 2005-ci ildə Fərhad Əliyev və Əli İhsanovu dəyişdi də, bilirsən də. Amma onu könül xoşluğu ilə dəyişmədi. Onlar ona etiraz elədilər. Etiraz elədilər, dəyişdi. Onun ardından dəyişikliklər oldu. Amma gənclər həm də mənə gəlir ki, neft gəlirlərinin səmərəsiz xərclənməsinə bir etiraz olaraq gəldi. Sən bilirsən ki, o dövrdə ardasan sonradan oldu bu. İsmailli hadisələr oldu. 2013-cü il seçkidən əvvəl. İsmailli hadisələr nədən ibarət idi? Məmur övladlarının öz başlanğına etiraz olaraq yaranmışlar, düzdürmü? İsmail İcra Başçısının yaxınları rayon cəmaatı qarşısında özlərini yaxşı aparmırlar. Rayon cəmaatı etiraz elədi. Ona qədər Quba hadisələr olmuşdu. Yəni regionlarda çox ciddi narazılıq vardı. Elə bil ki, həmin dövrdə Real Partiyasının yaranmağı, yəni Nida Vətəndaş Hərəkatının Real Partiyası artıq 2008-ci ildə bir hərəkət olaraq yaranmışdı. O gənclərdən formalaşmışdı da elə. Sonra hərəkat idi. Partiya İlqar Məmmədov həbsdə olanda çevrildi də. İntellektual gənclər oraya yığışmışdı. Məsələn, Altay Göyüşov, Rövşən Ağayev, Azər Qasımlı, Natiq Cəfərli. Düzdür, sonra onlar arasında parçalanma yarandı. İlqar Məmmədov həbsdə olanda. Amma indi ta həmin o realdan demək olar ki, ancaq partiya qalıb da. Elə bir hərəkatçılıq yoxdur. O gənclər yoxdur, əvvəlki o dediyimiz o potensial, o dövrki potensial yoxdur realda. Bəs bu dövrdə elə bir Ərəb baharı da. Ərəb baharı 2011-ci il idi. Elə bir 10 küləkləri bizə də toxunur. Sinətləri dünyada bir demokratiya dalğası olur. 10 ildən, 15 ildən bir. Azərbaycanda məsələn olubdu 90-cı illərin əvvəlində. Sonra olubdu 90-cı illərin sonunda, 99-da, 2000-ci ildə. Görsən, zamanı fikir verirsən. Sonra gəldi 11-ci ildə. Dünyada olur ha bu proses. Gramsci'nin hegemoniya nəzəriyyəsi var. Gramsci'nin bununla bağlı hegemoniya nəzəriyyəsi var da, yarım çevre. Hə, İtalyan kommunisti, marksisti. Hə. Yəni dünyada bir demokratiya dalğası olur da, hə. O bizə də o külək bizə də gəlir, çatır. Hə. 2011-də Ərəb baharı idi. Obama'nın dövrü idi, prezident, Amerika prezidenti. Hə. O biraz külək bizə də gəldi da. Məsələn, 2000-ci illərdə Pasifik məkanında rəyli inqilablar oldu da. Bilirsən yəqin. Hə. O bizə tam çatmadı, alınmadı. Qərb istəmədi ki, burada məsələn cəmiyyət özü də belə deyək də tam fəallıq göstərmədi və alınmadı. 2011-ci ildə əsgər ölümləri Ərəb baharının üst-üstə düşdü. Yadıma gəlirmi? Etirazlar oldu. Targovda zətdə. Amma nəticəsini vermədi də tam olaraq da. Düzdür. Müəyyən nazirlikdə dəyişikliklər oldu Müdafiə Nazirliyində əsgər ölümlərlə bağlı. Cəmiyyət amma öz istəyinə tam çatmadı. Külək bizi tam belə də sirkələmədi. Ərəb baharının küləyi. Amma bir dalğalanma vardı. Türkiyədə cəza olayları vardı. Bəli. 2013-ə seçkilərə çatan kimi Nida oradan çıxırdı. Yazıçılar vardı, gənc yazıçılar, Günel Mövlud, Seymur Baycan. Bunlar onlar Seymur Baycan il lap əvvəldən olmuşdu. Onların hərəkatı 2000-ci ilin lap əvvəlində idi. Amma belə 2010-larda bir axtarılır da yeni siqnallar. Bəli. Artıq 2013-də onun hardasa müəyyən dərəcədə bəhrəsini verdi. 2013-də müxalifət Vahid Namizəddən seçkiyə getdi. Gələk o seçkidən əvvəlki proseslərə. Bir yavurucu bir proses var. Birinci
neydi o rejissorun adı? Rejissorun adı neydi? Rüstəm İbrahim. 2013-cü il bir biabırçı başlayır. Rüstəm İbrahimbəyov deyirlər ki, gəlir prezident olacaq, deputat biabırçı bir hadisə idi də o. Deyirlər ki, Rüstəm İbrahimbəyov gələcək. Sonra canım sən desin, bu prezidentliyə vahid namizəd olacaq. Rusiya vətəndaşı olduğuna görə onu Rusiya vətəndaşından çıxartmadılar. Elə bir ki, hakimiyyətdəki seçki qanunvericiliyində var idi ki, Azərbaycan qanunvericiliyinə görə başqa ölkənin vətəndaşı buna seçkiyə qatıla bilməz. Rüstəm İbrahim onda çox cəhd elədi, alınmadı və irəli Cəmilə Səndini buraxdı. Cəmilə Səndi də heç çoxları gözləmirdi ki da belə bir performans göstərsin də seçki kampaniyasında. Heç kim inanmırdı ki, Cəmilə Səndi birdən-birə bu cür parlaya bilər. Bu cür etiraz çıxışlara bilər. Ateliyevə də yaxın adam idi Cəmilə Səndi. Yəni, o qədər də uğurlu bir müxalifətçi personası deyildi də. Elə deyirdilər, bəli. Çünki onun kitabı vardı. İranda SSR-nin siyasəti. O dövrdə Heydər Əliyev o kitaba simpatiya ilə yanaşmışdı. Hətta Cəmilə Səndiyə zəng edib təşəkkür eləmişdi o kitaba görə. Cəmilə Səndinin memarlarında var o. Belə bir fikir vardı ki, bəli, Heydər Əliyevlə simpatiya vardı. Amma bu gözlənilməz bir hadisə baş verdi ki, Cəmilə Səndi hətta müxalifin içində də Cəmilə Səndinin o qədərli uğurlu namizəd olacağına inananlar yox idi. Əslində Cəmilə Səndinin namizəd olması AXCP ilə müsabiqəti xilas elədi. Çünki bunlar ikisi də seçkiyə qatılmırdı axı. Bu da bir də seçkiyə qatılmamaq da 2008-dən sonra. Bunlar Cəmilə Səndini önə verməklə özlərini xilas elədilər həm də mənə görə. Bir də ki, bir ümid də vardı ki, Rusiyanın Əliyevlə arasında... İnandırıcı deyildi ümid. O əslində ümidsizlik idi. Heç bir ümid zad yox idi. O boş şey idi. Rusiya Əliyevlə elə yaxın idi o vaxtı. Rusiya 2005-ci ildə Əliyevə dəstək vermişdi. Əliyevlə işləyirdi. Adına hadisələri olmuşdu da, Nabucco məsələsi və o terror Rusiyanın olmuşdu. Orada deyirlər ki, Rusiyanın təzyiqi idi elə bir hökumətə. Rusiya hələ ki burada çox möhkəm idi. Elə indi də orada möhkəmdir, o vaxt da möhkəm idi. Ona görə də Rusiya Əliyevləri dəyişmək istəməzdi. Rusiya sərf edir Əliyevlər hakimiyyəti. Amma 2013-cü il seçkiləri çox maraqlı keçdi. Çünki uzun müddətli 2005-ci il seçkilərindən sonra Azərbaycan müxalifəti rayonlarda seçkilərlə görüş keçirə bilmirdi. 2013-də bu baş verdi. Xalqın da bir marağı vardı. Hə, cəmaət gördük ki, cəmaət gənclər də gəlir. Hə, gənclər gedirdi. Məsələn, mən heç gözləmirdim ki, gənclər məsələn Cəmilə Səndiyə o cür dəstək verərlər. Dəstək verirlər. Bəs bu hadisələr, bu əsgər ölümlərinə son aksiyaları başladı. O dövrü necə xatırlayırsınız? O əsgər ölümlərinlə bağlı aksiyalar düşdü ərəb baharına. Belə ki, üst-üstə düşdü və etirazlar qalxdı da. Və o dövrdə əsgər ailələri də əməli başlı etiraz elədi və cəmiyyətdən onlara dəstək gəldi. Cəmiyyətdən dəstək nə idi? Qeyri-hökumət təşkilatları, müstəqil qeyri-hökumət təşkilatları dəstək verdi. Ondan sonra yazıçılar dəstək verdi. Sənin o dediyin gənc yazıçılar dəstək verdi. Gənclər dəstək verdi və aksiyalar başladı Targovada. Bilməm, yadıma gələr gəlməz. Belə bir proses getdi və bunun hardasa hakimiyyəti müəyyən qədər silkələdi. Əsgər ölümlərlə bağlı aksiyalar hakimiyyətə müəyyən qədər təzyiq göstərdi. Hətta desəm bir neçə aylıq ölkəyə bir demokratiya dalğası da gəldi, məhkəmələr hətta mən sənə deyim ki, ərəb baharında belə bir hadisə baş verdi. Hökumətdə bir korrupsiya dayandırıldı. İdarələrdə, dövlət qurumlarında rüşvət zad almırdılar. Bir qorxu yaranmışdı. Belə bir ki, yuxarıdan göstəriş verilmiş ki, cəmaatla çox ehtiyatla danışır. Bütün cəmaatı insanlara dinləyin. Mən bir-iki dənə qurumda oldum da, sosial problemlə bağlı. Adamları dinləyirdilər. Asan xidmətlə elə o dövrdən başladı elə fəallaşmalar. Asan xidmət yarandı, yadıma gəlirmi? Düz ondan əvvəl yaranmışdı, amma fəallaşdı da. Və dövlət qurumlarında insanlara çox nəzakətlə yanaşırdılar. Rüşvət yığışdırılmışdı ölkədə.
Əliyev də həmin dövrdə anladı ki, artıq atasının komandası ilə İşləmək olmaz. işləmək olmaz. Paşayevlər daha yaxınlaşdı ki, bu Paşayevlər Yəni elə bir ki, Avropada oxuyanları cəlb edirdi özünə. çünki cəlb eləməsəydi Avropada oxuyanlar müxalifətə qoşulurdu da belə. Hə də. Ya ölkəni tərk etməliydin, ya da qoşmalıydın bunlara. Onun da düzəltləri var. Deyirlər, nidaçıların neçəsi Avropada oxuyanlar idi, düzdürmü? Aha. Vəssalam. Həm də realçılar da elə idi. Ayso, Bəxtiyar Hacıyev Avropada oxuyan idi, düzdürmü? Yes. Vəssalam. Bəs bu hadisələr baş verdi, repressiya dalğası baş verdi. Gözləyirdiniz ki, repressiya dalğası olsun. Azərbaycanda repressiya heç vaxt dayanmıyıbdı. Yadında saxla. 93-cü ildən bəri Azərbaycanda siyasi məhbus həmişə oldu. Amma düzdür, siyasi məhbus termini 2000-ci ildən başladı. Avropa Şurasının üzvü olandan sonra da. Amma həmişə Azərbaycanda siyasi motivlərin həbs olunan olubdur 93-dən bəri. Və siyasi məhbus Azərbaycan hökumətində alver predmeti kimi həmişə qalıbdır. Hökumət bundan yaxşı alver predmeti istifadə edir. Qərblə danışıqlarda. Bunu unutma. Və heç vaxt siyasi repressiyalar dayanmadı. Amma ən sərt siyasi repressiyalar da mənə görə olubdu 2003-cü ildə. Mən bayaq dedim əvvəl. 2003-cü ildə biz heç belə deyək də, məsələn, AXC-nin qərargahındaydı, AXC-nin. Biz qərargahdan sonra çıxamıyorduk. AXC-nin qərargahı ilə Musavatın qərargahı arasında bir dənə yol vardı. Buradan keçirdin, ora gelirdin də. Biz yolu gedə bilmirdik, tuturdular. Polis kardonu o qədər güclüydü ki də, o dərəcədə. Bir neçə gün Bakıda o cür tutlar oldu. Bütün rayon təşkilatlarının Musavatın sədrləri tutulmuşdu. Hətta cəhbətçilər tutulmuşdu, amçilər tutulmuşdu. Yəni ən sərt repressiya olubdu 2003-cü ildə. Demirəm ondan sonra repressiya olubdu, 2005-də olubdu, 2011-də olubdu, 2013-də olubdu, 2015-də olubdu, 2020-də də olubdu. Və indi dayanıbdı, indi var da. İndi hər gün birini tuturlar. Bu da indi bir nəfərlə danışım, Mehdi Türksoy ilə. O da Azərbaycanda bir ara sosial şəbəkədə statusa görə həbs olunanlar olub, düzdürmü? Layıqa görə həbs olunanlar olubdu. İndi nə azından Gör ölkə hara gəlib ki, sosial şəbəkədə kimisə layıq eləməklə səni həbs ediblər, tutqalaq veriblər. Bu 30 il əvvəl belə şeyə görə adamı tutmurdular. Repressiya areala genişlənib. Genişlənib nədir? Məsələn, 2005-dən sonra 7-ci, 10-cu illərdə, 6-cı ildə Azərbaycanı nəyə görə tuturlar? Civə narkotik apı tuturlar. Narkotik ittihamı, gülməlidir də. Sovet hökuməti dövründə siyasiləri narkotika görə tutmuyublar. Amma Azərbaycanda bu olubdur. Yəni Azərbaycanda bütün repressiyaların bütün metodundan istifadə olunubdur. Bütün vasitələrindən istifadə olunub. Elə bir vasitə qalmayıb ki də, repressiya üçün. Hamısı olubdur. Prezident seçkiləri 2013-cü ildə. Prezident seçkiləri əslində bu prezident seçkiləri 2013-cü il prezident seçkiləri Cəmil Həsənlinin sayəsində AXC və Musavatın xilas olması idi. Çünki bu iki partiya seçkilərə qatılmırdı və Milli Şura qatılırdı, amma Milli Şuranın namizədi Rüstəm İbrahimov da ölkəyə gələ bilmirdi. Yəni seçkilərə qata bilmirdi, ölkəyə gələ bilirdi. Rusiya vətəndaşı da olduğuna görə onun seçkiyə qatılması qeyri-mümkündür. Və bu məqamda Rüstəm İbrahimov Cəmil Həsənlinin namizədliyini sürür. Düzdür, iddiasılar da var idi başqalar orada. Məsələn, Eldar Namazov da namizəd olmaq istəyirdi. Amma elə oldu ki, Rüstəm İbrahimov Cəmil Həsənin üstə dayandı və Cəmil Həsənə namizəd oldu. Bu dövrdə belə bir fikir vardı ki, Cəmil Həsənli uğurlu namizəd deyil. Amma hadisələrin gedişatı göstərdi ki, ondan uğurlu namizəd də yox idi. Həmin o Milli Şurada. Və bununla da onun debatlardakı çıxışları sensasiya yaratdı. Hətta elə vəziyyət yaranmışdı ki, debat başlayanda bir sıra rayonlarda işıqları söndürürdülər. Çünki təsir edirdi. Çox ciddi açıqlamalar verirdi orada. Məsələn, onun o vaxtı çıxışlarından biri vardı ki, İlham Əliyev diziliyinə görə yox, xittəyinəcən korrupsiya bulaşıb. Ona hər namizəd deyənmirdi. Bütün oradakı namizədlər, alternativlər hamısı ona qarşı idi. Ki onlar namizəd idi. Onlar namizəd deyildi. Onlar əslində İlham Əliyevin namizədləri. Hafız Hacıyev spolkası. Bəli. Təhsil Hafız Hacıyev deyildi, orada başqa adamlar da vardı. Hamısı hökumətin sosial siyasi proqramı qalmışı bir tərəfdə Milli Şuradan danışırdılar.
Yəni Milli Şuranın bu məqamdan uğurlu namizəd seçdi və vəziyyətdən çıxdı. 2013-cü seçkilər biraz maraqlı keçdi. 2008-ci seçkidən fərqli olaraq. Amma bir şey də var ki, müxalifət seçkiyə çox ciddi bir repressiyanın içində getdi də. Yəni nidaçılar həbs olunmuşdu. Nidaçılar həbs olunmuşdu. Yazda həbs var idi. Tofiq Yaqublu həbsdə idi. Yəni həbs olunanlar çox idi. Və jurnalistlər Elmar Hüseynovun qətlə yetirilməsi mediada 2005 idi. Amma mediada bir qorxu yaratmışdı. Qorxu mühiti də vardı. Artıq Əliyev tənqid olunmuşdu. Azadlıq qeyd o ki, pis vəziyyətdə idi. Yeni Müsavat üzrə hökumət tərəfdə idi tam olmasa da müəyyən qədər artıq. Yəni əvvəlki müxalifət mediası yox idi. Açıq demək lazımdır. Vəziyyət çox pis idi bunlar ki. Amma elə bir ki 2010 seçkilərində müxalifət seçkinin o ruhunu istifadə edə bilmədi. Özünə bir xeyir yox idi. Güc yox idi. Demək olar ki, repressiya müxalif gücdən salmışdı. Əvvəlki cəmiyyət deyildi. Cəmiyyət bir dikəldi o seçkilər vasitəsilə. Düz 15-ci ildə müəyyən qədər şey oldu, amma əvvəlki ta əhval-ruhiyyə yox idi. Cəmiyyətimiz yorulmuşdu. Azərbaycan xalqı seçkilərə inanmırdı əvvəlki qədər. Yəni 2005 və 2003-cü il qədər seçkilərə inanmırdı. Seçkin üstü müəyyən qədər məsələn, Anar Məmmədli 2013-cü il seçkilərdən sonra həbs olundu. Seçkinin əsas monitorinq aparan şəxs həbs edildi. Mən yadıma gəlir 2013-cü ildə həyatımda ilk dəfə aksiyaya qatılmışdım. Orada Milli Şura seçkidən bir neçə gün sonra təyin eləmişdi. Belə bir aksiya idi və mən həmin aksiyada belə müxalifət sevirdə belə demək ki, meydanlara doldurmuşdu, daşırdıq da belə. Hətta orada çıxış edənlərdən bəziləri Cəmil Həsənli prezident adlandırmışdı. Məsələn, sənə gəlmə Samir Əsədli. Ona görə cənab prezident demişdi, düzdürmü? Ona görə Vətəndaş Həmrəylik Partiyasında çox güclü təzyiqlər oldu, düzdürmü? Belə hadisələr baş verir. VP-nin müxalifətdə olan vaxtı. Bəli. Mənim yadıma gəlir, həmin seçkidə mən sıravi 16 yaşım vardı, hətta səhv eləmirəmsə. 16 yaşımda getmişəm 3 dəfədir. Baxıram ki, stadion boşdur da, yəni yarıya kimi doluydu və şəkilləri elə qəşəng çəkirdi elə bir rakursdan. Sonradan böyüdüm, mən də o rakursdan çəkməyə öyrəndim. Son ki görürsən ki, meydandan aşıb daşır da yəni. Amma gördüm ki... Amma hakimiyyət mediası, hakimiyyət telekanalları tamam başqa rakursda göstərir, düzdürmü? Mən onda anlamışdım ki, yəni əslində qalsa seçki uğursuz oldu və seçkinin uğursuzluğunun da ertəsində vətəndaş cəmiyyətinə qarşı repressiyaların növbəti vətəndaş cəmiyyətinə qarşı təzyiqlər başlamış 2011-ci ildə. 2011-də qanunvericilik məhdudlaşdırıldı, qanunvericilik. 2011-ci ildən vətəndaş cəmiyyətinə qarşı təzyiqlər başladı. Birinci qanunvericilik məhdudlaşdırıldı. Qanatlarla bağlı qanunvericilik dəyişiklik edildi. 2013-dən daha çox gücləndirildi. Bir sıra beynəlxalq təşkilatlar, donorlar ölkədən çıxarıldı, cinayət işləri açıldı. Ondan sonra çox güclü repressiyalar başladı vətəndaş cəmiyyətinə qarşı. Mətbuatı üzrə demək olar ki, hakimiyyət tamamilə sıradan çıxartmışdı. Azad mətbuat qalmamışdı. Partisan kimi işləyirdik də o vaxtda, bilirsən də. Bir üstünlüyümüz onda oldu ki, sosial şəbəkələr onda gücləndi. Düzdür, hakimiyyət bu tərəfə dağıdırdı, amma sosial şəbəkələr güclənirdi. Xaricə gedənlər var da, onlar sosial şəbəkələr vasitəsilə təzyiqləri, tənqidləri gücləndirirdilər. Müxalifətin ən uğurlu layihəsi Meydan TV yarandı. O müxalifətin layihəsi deyildi əslində. O, məsələn, Emin Milli'nin layihəsi idi. Emin Milli də müxalifət olmamışdı, bilirsən də. Emin Milli hökuməti dəstəkləyən olmuşdu. Sonra da öz layihəsini irəli sürmüşdü. Meydan TV-nin heç və müxalifət layihəsini mən saymamışam. Alternativ media, mən belə deyərdim. Medianın müxalifət layihəsi saymaq, məsələn, düzgün deyildi. Heç vaxt. Alternativ media idi. Məsələn, bizim sərt tənqidlərimiz vardı, müxalifətə qarşı da vardı. Mənim müsahibələrim var Meydan TV-də. Müxalifət liderlərinə sərt suallarım oldu. Balans qorumaqdan ötürü sən götürüblərdi orada işə. Bütün günü hökumət arada bir müxalifət tavrı. Müxalifətin layihəsi demək gendir. Mən o fikirlə razılaşmıram. Ola bilsin simpatiya vardı müxalifətə, amma layihəsi deyə bilmərəm. Amma Meydan TV-nin bir müsbət cəhəti oldu ki, yeni media jurnalistikasını Azərbaycan onlar gətirdi. Onlardan əvvəl belə bir anlayış yoxdur. Vətəndaş jurnalistikasını gücləndirdilər.
gücləndi. Yəni mənim kimi gənclərdə elə o əllərində telefon olub çəkməyə başladılar. Düzdür, biraz ibtidai alınırdı, çatışmayan cəhətlər vardı, amma nəsə alınırdı da. Cəhd var idi. O cəhd sonra gücləndi. O cəhd səni gətirdi, bir də belə çəkiliş elədi. Deməli Meydan TV bunu təkmilləşdirdi, körüklədi. İndiki jurnalistlərin də böyük əksəriyyəti meydanın işinəlindən çıxıb. Məktəbindən çıxdılar, çəkiliş jurnalistləri də belə deyək də. Mikroskop yaradan Cavid meydandan çıxıb. Yəni nə bilim, yəni yaltaq jurnalistika olmadı da. Bu artıq müstəqilliyə can atan jurnalistika oldu. Öz fəaliyyətlərindən tamam başqa cür rakusu götürdülər. İlk yeganə uğurlu layihə onu demək istəyirəm. Çünki ondan əvvəl də o qədər Avropanın maliyyə buraxdığı vətəndaş hərəkətləri oldu, medialar oldu, nə bilim, Azadlıq qəzetinin özünə də kifayət qədər var. Onların heç biri belə yadda qalan bir şey çıxarda bilmədi. Bir dənə Meydan TV bacarmışdı onu. Yəni ona görə bir Meydan TV-ni xüsusi vurğulamaq olar. Və QHT rəhbərləri tutulmağa başlandı. Onun dövrü necə xatırlayırsınız? Sonra ölkəni tərk elədi. QHT rəhbərləri Gürcüstana toplaşdı. Gürcüstana oradan Avropaya keçdilər. Çünki burada fəaliyyət demək ki, mümkün deyildi. Halbuki qərb donorları qrant layihələrinin çoxunu hökumət təşkilatlarına, rəsmi hökumət qurumlarına ayırırdı. Araşdırma aparılsa məlum olar ki, məsələn, deputat Əli Hüseynli, onun təşkilatları nə qədər qrant almışdı. Onu araşdırmaq lazımdır, nəinki bu müstəqil QHT-ləri. Onun faizi müstəqil QHT-lərə çatmamışdı o qrant layihələrinin. Doğrusu, hökumət Gürcüstandakı hadisələrdən, Ukraynadakı hadisələrdən, Moldovadakı hadisələrdən narahatlıq keçirərək QHT sektoruna, vətəndaş cəmiyyətinə total hücum elədi. Total hücumdan QHT sektorunu darmadan elədi. Amma o vaxtda da QHT sektorunun ən böyük səhvi mənə elə gəlir ki, ölkə xaricinə çıxmaq oldu. Onlar fikirləşirdilər ki, ölkə xaricindən fəaliyyətlərini davam edə bilərlər. Amma alınmadı da. Demək ki, o sektor vətəndaş cəmiyyəti darmadağın oldu. Bugün o da bizim vətəndaş cəmiyyəti demək ki, sırf yoxdur. Və ondan sonraki dövrlər elə bil ki, çöküş dövrüdür. Eniş. Necə 90-cı illərdə yavaş-yavaş qalxış idi, 90-cı ilin ikinci yarısından. Mətbuat da, zaten senzura vardı mətbuatda, 99-da, 2000-də ləğv olundu. Amma yenə də qalxış vardı da Heydər Əliyevin dövründə. Avrointeqrasiya amma İlham Əliyevin dövründən başlayaraq 2005-dən sonra xüsusilə eniş başladı, hakimiyyət sərtləşdi. Demək ki, mətbuatı da QHT sektoruna darmadağın elədi. Və vətəndaş cəmiyyətində olan QHT-lərin qrant yemələrin, maxinasiyalarında bir şahidi olmusanmı, yəni görmüsənmi ki, çünki belə deyim də, bu dəqiqə tanıdığımız bütün belə məşhur, populyar QHT rəhbərləri, Anar Məmmədliyinin özündən olsun, Akif Qurbanov olsun, İntiqam Əliyev olsun, hamısının adı maliyyə maxinasiyalarında belə tez-tez sallanır da. Yəni elə bir şey hiss eləmirsən ki, bu adamlar maxinasiya eləsinlər. O barədə əlimizdə fakt yoxdur. Hər şey dəyinmək olar. Mən bu saat elə şeylər deyərəm ki də, amma əlimdə fakt yoxdur axı. Mən danışım. Nəyə əsasən? Əlimdə bir fakt varmı? Yoxdur. Məsələn, deyirlər ki, müxalifət xaricə mühacir vəsiqələri. Bir prokuratura cinayət işi açmışlar. Əlimizdə bir fakt var mı? Almaniya təsdiqlədi də cinayət işi. Məsələn, əlimizdə fakt var mı? Var, artıq var. Məsələn, onu ictimailəşdirib bilərək ki, hansı partiya satıb da, hansı partiya mühacir alveriyinə məşğul olubdur. Bu da var axı, düzdürmü? Müsavatın adını çəkməyə niyə çəkilir? Müsavatın adı çəkilir, bəli. Əlimizdə fakt varmı? Məsələn, deyirlər ki, bu yaxında, o günəlləri yoxsa sırağa gün bir müsavatçı vardı, Mehdi Xəlil bəy. Onu buraxdılar. Bildirilir ki, güya o ifadələrə veribdir. Onun əsasında, belə deyək də, cinayət işi açılıb eləyib. Almaniyada da gəlibdir və buraxdılar da. Ola bilsin, o nələrsə deyibdir cinayət işi ilə bağlı. Ən çox burada Musavatın adı çəkilir, düzdürmü? Tofiq Yaqublu o barədə danışıbdır, Yadigar Sadıqoğlu danışıbdır, düzdürmü? Aliyə Yaqublu statuslar yazıbdır, düzdürmü? Deməli, ciddi ittihamlar var. Musavat rəhbərliyi bunlara qarşı, bunlarla bağlı bir açıqlama yaymaydı. Partiya açıqlama aldı ki, bu doğrudur mu ya səhvdir? Çünki Aliyə Yaqublu da, Yadigar Sadıqov da, Tofiq Yaqublu da partiyanın divanında bu iddialarla bağlı fikirlər, ittihamlar səsləndirdilər. Deyirlər ki, belə bir fikirlər gəzir. Sonradan mən bildiyim qədər İsa Qəmbəri də, Arif Hacılığı da prokuratura çağırıbdır. Hər halda partiya, Musavat Partiyası bu məsələlərə bir aydınlıq gətirməlidir. Bəs bu müsavatdan əgər söz düşmüşkən, bu Quba Dibadoğlu'nun
namizəd olmağı, Müsavat daxilində. 2014-cü ildə. Aha. Namizəd oldu, Arif Hacılı ilə dirəşdi və sonda Səqənbər Arif Hacılını dəstəklədi. Çünki Qubad çıxdı. Həmin dövrlər necə idi? Məsəl üçün o dövrlər xatırlayırsan? Müsavat partiyası daxilən Azərbaycanda seçki nümunələri göstərən bir partiya olubdur. Yəni necə seçki? Məsələn 2000-ci illərin əvvəlində Müsavat partiyası daxilində seçkilər çox demokratik şəkildə keçibdi. Bu hakimiyyəti də sərf eləmir ki, Müsavat partiyası belə nümunələr qoysun ortalığa. Sonradan ki 2003-cü ildən sonra partiya təzyiqlər elə vəziyyətə gətirdi ki, yəni çoxları bilmirəm hansı səbəblərdən, qorxudan ya nədənsə də partiyadan uzaq düşdülər. Amma 2014-cü il seçkilər də açıq demək lazımdır ki, çox maraqla keçdi, partiya daxili seçkilər. Düzdür, Qubad İbədoğlu iddia edir ki, seçkilərdə saxtakarlıq olubdur. İsa Qəmbər açıq şəkildə Arif Hacını dəstəkləyibdir. İsa Qəmbər isə onu dəstəklədiyini müəyyən qədər gizlətməyibdir. Onu hamımız gördük də. Amma partiyada bir belə deyək də yarış olubdur, seçki yarışı olubdur. Arif Hacılı, Qubad İbədoğlu, Tural Abbaslı arasında, düzdürmü? Yarış var idi. Biz bilmirik ki, Qubad İbədoğlu başkan olsaydı hansı vəziyyət yaranacaqdı partiyada. Belə deyim də sənə Pegüzdən. Mənə elə gəlir ki, Qubad İbədoğlu çox böyük səhv elədi həmin dövrdə Müsavatdan istefa verməklə və Müsavatın olan qalan bütün hörməti də ondan qalıb mübarizə aparmağa dəyərdi. Hə, dəyərdi. Əslində Qubad bəy qalıb mübarizə aparmalıydı. Partiyanı tərk etmək lazım deyil. Bir Vurğun Əyyubun tırkasıdır. Vurğun Əyyubun da biraz tırkasına getdi həmin dövrdə. Bilmirəm indi Vurğun Əyyub indi aramızda yoxdur. Amma Vurğun Əyyub məncə partiyadan getməyin tərəfdarı da deyildi axı. O istəyirdi ki, qalıb mübarizə aparsınlar. Amma qalıb mübarizə aparmalıydı. Partiyadan istefa verməyin heç əldə olunmadı. Həmin dövrdə Xalq Cəbhəsində də həmin dövrdə Xalq Cəbhəsində sədr seçkiləri vardı. Bəli, Sahib Kərimli istəyirdi ki, sədr olsun, düzdürmü? Vətən xaini çıxartdılar. Mən də Xalq Cəbhəsində biraz o zəif tərəflərdən biri olur ki, kimsə etiraz edirsə Əli Kərimliyə, onu pis satqın salırlar. Əslində lazım deyil bu. O adamla mübarizə aparmaq lazımdır. Əgər belə debat yaratmaq lazımdır. Amma tarix də göstərir ki, satqınlığa meyilli olublar da, yəni. Bilmirəm indi nədir. Hələ gələcəkdə çox şey olacaq, darıxma. Amma bu günləri əsas hədəf, gəl etiraf edək ki, hakimin əsas hədəfi Xalq Cəbhəsidir. Sağdan vururlar, soldan vururlar, altdan vururlar, üstdən vururlar. Xalq Cəbhəsinin bir dənə uğurlu cəhəti odur ki, Əli Kərimli ilk dəfə digitallaşmağı bacaran adam oldu. Yəni ilk dəfə YouTube-da çağırış eləmək, canlı yayıma çıxmaq. Əli Kərimlidən əvvəl İsa Qəmbər zət hələ də bilmirlər nədir, yəni gic kanallar çıxır. Əli Kərimli sən elə bir ki, yorulmur da, bu adam daim işləyir də, elə bir ki, bütün vasitələrlə elə bir ki, onun elə bir ki, ona qarşı təzyiqlər, evinin qabağındakı aksiyalar, telefonların kəsilməsi, internetin kəsilməsi, zad eləməsi, onu müxtəlif vasitələrlə yeni, belə deyək də, yeni şeylərə əl atdı. Bütün hallarda sosial şəbəkədə işləməyə bacardı. Reformasiya eləməyi bacardı. Ais olurlar. İnformasiya mübadiləsi zadı. Bu adam dayanmır, fəaldır, yorulmadı, usanmadı məsələn də. Başqası olsaydı deyəcəkdi ki, cəhənnəmə bəsdir də, yoruldum. Bu adam yorulmadı. Amma bu yenə də onun avtoritar mahiyyətini dəyişmir də, yəni və müxalifətin bu dəqiqə ən böyük problemlərindən biri qoltuq sevdası, gənc yetişdirməmək. Məsələn, yadıma gəlir Mənə elə gəlir ki, məsələn, Elçi bəy bunları yetişdirmişdi də, düzdür. Əli Kərimli, nə bilim, Fazil, Zad, hamısı Elçi bəyin işin elindən çıxdı. Hətta İsa Qəmbər də, Zad, hamısı da, düzdürmü? Bunlar elə bir ki, yeni gənc nəsil yetişdirmirlər. Bunların ən zəif cəhətlərindən biri budur ki, yeni gənc nəsil yetişdirmirlər. Yenilər gəlməlidir. Bunlar da yeniləri yetişdirib verməlilər qabağa. Nida gəlmişdi. Nida özü gəlmişdi də, özü elə bir şey yaratmışdı. Düz orada İsa Qəmbərinin oğlu da vardı. Amma Nida elə bir sanki belə tələsdi.
tələsməkdən ziyad Necə ki 3-cü respublika var. Aha. Onlar tələsdi ha, elan eləməklə. bir bunlar da dəfəsində bu Rüstəm İsmailbəyli ilə bu məsələni müzakirə edirdi. Qayıtdı mənə dedi ki, Nida o vaxt tələsdi. Mən qayıdıb dedim ki, ay Rüstəm, sənin əlində o vaxt elə bir resurs olsaydı, sən oturub gözləməyəcəydin. O nə resursu var Nidanın əlində məsələn? Gənclər dəstəkləyirdi də bəy. Yox, elə tam oturmuş. Maliyyə də vardı. Yox, elə sən deyən yox idi. Az idi. Reaksioner bir hərəkat idi nə idi? Yox, Nida nə vaxt yarandı? Nə vaxt hərəkətə başladı? Ərəb bahar dövründə Hə, də. nə olmuşdu? Biraz gözləyərdi də. Biraz daha da yetkinləşərdi. Mənim indi siz anakronizm edirsiniz də, yəni o elə bir şey deyil də, yəni Bilmirəm, yenə deyirəm, özləri Rəşədə Daxunov buna cavab verməlidir. Turqut Qəmbər cavab verməlidir. Nə başqaları vardı. Orada da Ülvi Həsənli özləri oturub araşdırmalıdır, təhlil etməlidir ki, biz harda səhvə yol verdik. Zahir Bayramov vardı, bildiyim qədər, düzdürmü? Hə. Yəni ola bilər bəlkə mən səhv edirəm, tələsməyibdir, düzgün adım atmaqdır. Hakimiyyət onca repressiyaya keçirəcəklər. Bu dövrdən baxanda bir anakronizm elə deyir ki, Nida tələsdi, 2 ildə dözsəydi yaxşı olacaq. Amma yəni bir də var ki, əlində bir resurs var, xalq dəstəyi də var. Həm müsavatın da gəncləri dəstəkdir, xalq cəbhəsinin də gəncləri var ortada. Nəsə bir qığılcım var da. Və bir də ki şey var, xalq da artıq müxalifətdən də bezmişdi, yeni bir sima axtarırdı. Və seçkidən sonra bezmişdi, sözünü işlətməyə yorulmuşdu bəlkə deyəsən. Yorulmuşdu. Eyni simaları görməkdən, hə? Birdən İlqar Məmmədov çıxdı ortalığa. O məşhur tez yandı və tez də söndü. Şah Rıza Pəhləvinin yolunu gedir məsələsi. Tez yandı. Görürsən, həmin o İlqar Məmmədov Şah Rıza, İlham Əliyev Şah Rıza Pəhləviyə bənzədir də. Sonra nə oldu? Sonra nə oldu? Tez yandı və tez də söndü. Niyə elə oldu? Oturub fikirləşək də, niyə belə oldu? Həmin o aynı hissə, baxmısan da o verilişə, düzdür? İlham Əliyevi deyirdi ki, Şah Rıza Pəhləviyə oxşadır da, düzdür? Deyirdi onun yolu ilə gedər. Sonra nə oldu? Parlamentdə zooparka oxşadı. Hə. Elə ona görə tutdular onu. O zooparka görə. İsmaili məsələsinə görə yox. İsmaili gedib çıxmamış da bunlar tutdular. O zoopark sözünə görə tutdular onları, düzdürmü? Amma elə bil ki, İlqar Məmmədovun o dövrdə populyarlaşmağının bir səbəbi də cəmaatın artıq köhnə simalardan bezməyi idi ki, artıq. Nurlan, İlqar Məmmədov əslində də elə köhnə simalardandır. İlqar Məmmədov hardan gəlmişdi? Milli İstiqlal Partiyasından gəlmişdi da. Milli İstiqlal Partiyasının kimi idi? Etman Məmmədovun beynəlxalq məsələlər üzrə müavini idi, düzdürmü? İlqar Məmmədov bəyəm yeni nəsil idi. İlqar Məmmədov köhnə nəsildən idi da. O qədər də amma göz qabağında deyildi. Yox, niyə Etman Məmmədovla yanında otururdu da? Mən özüm görmüşəm ki, Etman Məmmədov mətbuat kanalı keçirəndə İlqar Məmmədov onun yanındaydı. Beynəlxalq təşkilatla görüşəndə İlqar Məmmədov onun yanındaydı. İlqar Məmmədov köhnə təzə nəsil idi. Təzə o da köhnə idi da. O da Xalq Hərəkatının partiyasının yetişdirdiyi Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunurdu da. Roz İlqar Məmmədov İran şahına bənzətdiyi İlham Məmmədova birdən-birə tamam başqa mövqe sərgilədi. Düzdürmü? Sən o dönüş etdi də birdən-birə. Nə oldu bəs? Elə bil ki, bunu İlham Əliyev həbs eləməyibdi. Sana sonra tam başqa şey oldu. Biraz keçi tam başqa şey oldu. Başqa mövqe sərgilədi. Nə oldu? Həmin o İlqar Məmmədov buna onurğasız deyən Yeni Müsavat qəzetinin baş redaktorunun televiziyasında, Yeni Müsavat televiziyasında çıxışlar elədi. Halbuki həmin qəzet baş redaktoru bunu onurğasız saymışdı, düzdür? Bəli. Necə oldu? Nə dart tapardı ona? İndi artıq bizə Meydan TV-yə müsahibə vermir. Hətta. Bəli, neçə illərdir. Həbsdən çıxanda mən almışdım müsahibə, düzdür? Ondan sonra vermədi. Getdi Yeni Müsavatın efirində çıxdı. Həmin Erkin Qədirli idi də bizim efirlərdən düşmürdü də. İndi Yeni Müsavatın ictimai kanalının efirindən düşmür. Nə dəyişdi? Bəlkə mandat dəyişdirdi onları, bilmirik. Nardaran hadisələri, İslamçıların sonuncu qalası. Hacı Talih Bağırov. Bu ümumiyyətlə Nardaran kəndi ilə bağlı miflər gəzirdi ki, bəs polis girə bilmir, qaz pul ödəmirlər, dövlət saymırlar, 90-cı illərdən bu yana da. Bir ara İslamçılar hətta Nardarandan parlamentə deputat zətlər çıxartmışdılar. Onlar bir ara çox güclüydülər. Hətta bir ara Məhərrəm Əliyev onlarla görüşə getmişdi. Mənim yadıma gəlir ki, hansısa klubdaydı görüş və çox maraqlı idi ki, o görüşdə onlar Məhərrəm Əliyevə çıxış eləməyə qoymurdular.
O dərəcədə. Allah Əkbər deyə. Yəni elə bir dövr vardı ki, Nardaran cəmaatı çox güclü idi. Hətta yadıma gəlir, aprel döyüşlərində qutarandan sonra şəhid dəfnlərində bir hissəsində iştirak eləmişdim mən. Gördüm Hacı Talih gəlir, arxasında bir dəstəsindən. Bəli, çox güclü idi. Hətta Mübariz İbrahimovun dəfnində görmüşdünmü? Məşhur videolar var. Yəni Azərbaycanda dindar kəsim niyə güclü idi? Hökumət demokratik dalğanı basıb əzəndə, insanlar istər-istəməz dinə meylənirlər. Ümidi dində tapırlar. Bütün dünyada, dünya tarixində demokratiyadan yorulanda, demokrat hərəkatdan qoyub, qərbin belə deyək də, dəstəyindən məhrum olanda cəmiyyət üz tutur şeyə, dinə. Və dindarlar orada yaxşı işlədilər. Bəs bunların İranla əlaqələri sən fikirləşdin, dövlətin dediyi qədər güclüydümü yəni bunlar? İranla bağlı, İslam Partiyasının rəhbər şəxslərini tutmuşdular. 90-cı illərin ikinci yarısında. Onlar məhkəmədə etiraf eləmişlər ki, bəli, biz bir İranla əməkdaşlığımız olubdur. Bu gizli bir şey deyil. Məhkəmədə çıxış var. Məhkəmədə İslam Partiyasının rəhbərliyinin çıxışı var. Bu bütün biz onu mətbuatda görmüşük də. Bunu televiziyada çıxış yayılıbdır bu. Məhkəmə çıxışı var ki, İslam Partiyasının rəhbər şəxsləri çıxırlar məhkəmədə deyiblər ki, bəli, biz İslam Partiyasının rəhbər şəxsləri İranla əməkdaşlığımız olubdur. Onlar bunu etiraf elədilər. Amma Müsəlman Birliyi o qədər də İranla yaxın deyil. Müsəlman Birliyi əlində fark yoxdur deyə bilmərəm. Mən Hacı Talihdən müsahibə almışam. Mən ona sual vermişəm ki, o həbsdə, birinci həbsindən sonra sual vermişəm ki, siz Azərbaycanda şəriət dövlətini yaratmaq istəyirsinizmi? O mənə aydın cavab verməyibdir. Deyib hələ ki, o hələ yetişməyib bizdə. Konkret cavab olmamışdır. Gözlənilən bir şeydir həmin dövrdəki. Azərbaycanda İslam dövlətini yaratmaq. Yox, Nardarana basqın. Gözlənilən bir şey. Yəni fikirləşirdiniz ki, həmin dövrdəki. Mən bilən bir dəfə həmin Nardarana basqından əvvəl Hacı Talehi polis idarəsinə aparmışdılar və polis idarəsinin qabağında Akruşeniya almışdı, İslamçılar əhatə almışdılar. İlham Əliyev hökuməti ona tab gətirə bilməzdi ki, bunlarla zarafat eləsin. Tamamilə əzizli onlara. İndi Nardaran kəndində artıq bilirsən də, Sibiri zat, əvvəlki Nardaran yoxdur da. Düzdür? Post qoyub. Bəli. Əvvəlki Nardaran. Halbuki ora vaxt vardı, getmək özü nə idi? Bu həmin dövrdə Nardaran əməliyyatı olan vaxtı. Müxalifətlə iqtidar elə bir ki, eyni müxalifət də o ritorikaya çıxışır ki, bunlar ekstremistdir, bunlar İslamçıdır və Fuad Qəhrəmanlı çıxmaq şərtilə. Tam demirdilər ki, müxalifət tam demirdi ki, müxalifət nədənsə o məsələyə çox ehtiyatla yanaşırdı. Həddindən artıq. Tam açmırdı o məsələnin, üstünə getmirdi ki, çünki səndə fakt yox idi onların ekstremist olması ilə bağlı. Amma şey eləyirdilər, ekstremist göz yumurdular. Normalda bir də Fuad Qəhrəmanlı idi həmin dövrdə. Deyən ki, bu adamlar Fuad Qəhrəmanlı ilə statusuna görə tutdular da o vaxt. Yadına gəlirmi? Statusuna görə tutmuşdular. İslamçılarla bağlı status yazmışdı, ona görə tutmuşdular. Halbuki statusa görə ifadə azadlığının pozulması deməkdir. Bu düzdür. Hətta like eləyənləri hər il like eləyənləri istintaqa salmışlar. Düzdür. Əslində bu bir absurddur. Azərbaycan kimi ölkəyə, Avropa Şurasının üzvü olan ölkədə adamları statusa görə həbs edirlər. Ayıbdır. Layıqa görə həbs edirlər. Rayonlarda insanlar layıqa görə həbs edirlər. Sonra MTN məşhur bir gecədə ləğv olunmağı. O 2015-ci ildə deyəsən səhv eləmirəmsə 2015-ci il oldu da. Sentyabr yoxsa oktyabr ayıydı, düzdürmü? Elə dövrlərdə. Çox ciddi hadisə idi. Əslində Eldar Mahmudov Azərbaycan təhlükəsizliyinin anasını ağlatmışdı. Ondan sonra nə baş verdi MTN? MTN iki yerə bölündü. Xarici kəşfiyyat və yerli kəşfiyyat, düzdürmü? Bəli. Sən Eldar Mahmudovun ora təyin olunması özü səhv idi da. Eldar Mahmudov təhlükəsizlik üzrə olmamış. Eldar Mahmudov Abaxeyz olmuşdu. Abaxeyz bilsən nədir? Yox. Sovet dövründə belə bir qurum vardı da, ticarəti yoxlayırdılar. Daxilişlər Nazirliyinin nəzdində idi.
ticarət obyektlərini yoxlayırdılar. Dağışan Nazirinin nəzdində belə bir qurum vardı. Ona ABX-yi deyirdilər. Eldar Mahmudov da onun rəisi idi. Onu gətirdilər, qoydular MTN-ə. Bu adam MTN-i idarə elədi, nəticəsində gördük də. Amma mən elə gəlir ki, Hətta İlham Əliyev ondan tikəsini bölürdü. Necə? Novruz bayramında İlham Əliyev çıxırdı haldan görüşəndə. Bir dəfə bir süfrənin arxasında dayandı, kebabı böldü, yarısını verdi, Eldar Mahmudova yarısını özü yedi. Yəni, bununla belə Eldar Mahmudovun o nazirliyi o günə qoyması bir absurd idi. amma bir şey də var ki, Eldarı o vaxt ona görə qoymuşlar, Ramil Isbov güclənib çevriliş eləyə bilməsin. Yəni rəqib klanı. O ehtimallar var idi, hə. Amma Ramil Isbov məsələsi belə idi ki də, Hacı Məmmədov məsələsi çıxmışdı axı ortalığa 2005-ci ildə də. Onu Eldar Mahmudov vasitəsilə əzdilər də. Onda Dağışan Nazirinin nüfuzdan düşdü. Düzdürmü? Bəli. Çünki Hacı Məmmədovdan çıxmışdı Dağışan Nazirliyini. Eldar Mahmudovun nüfuzu qalxdı da. Düzdürmü? Hə. İnanmıram ki, Dağışan Nazirliyi nəsə eləyə bilər. Dövlət təşkilatı elə şeyə mən inanmıram. Mümkün deyildi. Amma hər zaman Əliyevin bir qorxusu olub ki, daxildən qruplar birləşər müxalifətlə və məni devrərlər. Hər zaman o qorxu Pasivet məkanında yadında saxla. SSR zamanından dinlə Dağışan Nazirinin PTK həmişə qarşıdurmalı olubdu. Andropov və Şelokov vardı. Andropov SSR PTK-sının sədridir. Şelokov SSR Dağışan Naziri. Bunlar arasında hətta Brejnev dövründə toqquşma olubdu. Qarşıdurma olubdu. Bu həmişə olubdu. Azərbaycan tarixində 2013-cü ildə vətəndaş cəmiyyətinə qarşı repressiya ilə bir yerdə başlayan o seçkidən sonra 2018-in axırına kimi çox ciddi bir böhran dövrü oldu. Çöktü də çöktü. Vətəndaş cəmiyyətindən mətbuat çöktü. Demək ki, 2013-dən sonra başı ümidsizlik yarandı. Hər seçki bizə daha da ümidsizlik yaradır. Hər seçki bizim qəbrimizi qazır. Vətəndaş cəmiyyətinin, mətbuatının, müxalifətin, cəmiyyətin özünün və 15-ci, 16-cı illər devalvasiya oldu axı. Devalvasiya insanları daha da kasıblaşdırdı. İnsanların demək ki, borclular, banka borcu olanlar vardı banklara. Nə qədər adamın banka borcu vardı da, manat düşdü axı bilirsən də. Manat düşəndən sonra insanlar daha da kasıblaşdırdı, belə deyək də. Adamlar evlərini satdı ki, bankalara borcunu versin. Bu, yəni, o belə deyək, bayaq dediyim qəbirləri qazdı, mətbuatın canı. Burada həm də cəmiyyətin qəbrini qazdı da. İnsanlar daha da kasıblaşdı. Bu devalvasiya, iki devalvasiya insanları daha da kasıblaşdırdı. Və gəlirik 2018-ci il. Müxalifət də istifadə edə bilməmişdi bu. Kim? Müxalifət də bundan istifadə edə bilmirdi də, güc satmırdı da. Müxalifət demək ki, yırpanmışdı. Azadlıq qəzeti bağlanmışdı. Nəyə qalmışdı müxalifətini? Müxalifət nəyə qalmışdı? 16-cı il müharibəsi oldu, 4 günlük. Hə. O biraz elə bir ki, cəmiyyətdə biraz qığılcım yarandı ki, deyəsən Qarabağa qaytarmaq istəyir, belə deyək də cəmiyyət. Belə bir şey. 18-ci ildə Tərtər işi də elə bir ki, o şeyi məhv eləmək üçündür. Elə bir ki, ordunun artan gücünü məhv eləmək üçündür. Oradan da məncə elə bir dövlət qorxurdu ki, bu ordu birdən mən devrə bilər. yox, elə şey ola bilməzdi da. İnanmır, mən onu Həqiqətən xainlik olduğunu əslində hakimiyyət belə də Qarabağ istiqamətində işlər gördü. Məsələn, 2013-cü il İlham Əliyevin and içmə mərasimi var. Həmin and içmə mərasimində çıxışı dinlə, orada İlham Əliyev Xankəndinin azad olunmasından danışır. 2013-cü ildə. Deməli, hakimiyyət Qarabağla bağlı hansı işlər görürdü. O mənada demək olmaz ki, tamamilə düzdür, seçki qərbdə müsbət qarşılanmırdı. Azından ki, bütün seçkilər demək ki, düzdür, bir addım irəli söhbəti 2010-dan sonra olmurdu. 2008-dən sonra vəbşi olmadı. Bir addım irəli söhbəti. Hətta 2013-cü ilin seçkiləri vardı, prezident seçkiləri. 2013-cü ilin prezident seçkiləri sonra and içmə mərasiminə səfirlər dəvət olunmamışdı. 2015-ci ildə Paramil seçkilərində nə yadındadır qalıb? Müxalifət deyəndə, müxalifət Əli Kərimi boykot eləmişdi, AXCP. Başqa elə bir boykot olmamışdı orada. Amma belə uğursuz da. Uğursuz oldu da, elə qədər fəallıq olmadı. 2008-ci ildən biraz fəal oldular, amma o qədər də fəal olmadılar.
referendumlar da oldu 2016. 2009-da, 16-da da referendum. 16-da oldu. Əslində o referenduma birbaşa İlham Əliyevin belə deyək də, hakimiyyətin möhkəmləndirilməsi üçün idi. 2009-cu il referendumunda prezident müddətini daha da artırdılar. Düzdürmü? 2016-cı il referendumda isə vitse-prezident haqqında konstitusiya dəyişiklik edildi. Düzdürmü? Vitse-prezident institutu yarandı. Düzdürmü? Ondan sonra Mehriban Əliyevə vitse-prezident təyin olundu. Düzdürmü? Onda monarxiya daha da möhkəmləndi. Ölkədə monarxik sistem artıq onun qanuni bazası yaradıldı. Prezidentin müddəti 5 ildən 7 ilə keçirildi 2016-cı ildə. Amma elə bir müxalifət ümumiyyətlə referendumlara belə ciddi yanaşmırdı. Ciddi yanaşmırdı, etiraz etməyə gücü yox idi. Bu qədər gücü olmayıb. 90-cı illərdəki faktiki var idi güc. 90-cı illərdə çox şey var idi. 90-cı ildə cəmiyyət də güclü idi. Düzdürmü? Həmin cəmiyyət yoxdur. İnsanlar mühazirətə getdi. İnsanlar ölkəni tərk etdi. İnsanlar siyasətdən uzaqlaşdı. Və bu vəziyyət gətirdi, çıxartdı indiki var duruma. Dinamizm itdi də cəmiyyətdən. 2018-ci il prezident seçkiləri. Ən güclü mitinq oldu 2019-cu ilin yanvarın 19-unda. Ona hələ var, ona gəlirik. O dövr xüsusi dövrdür. 2018-ci il prezident seçkiləri də belə soyunuq keçdi. Real Partiyası deyir ki, bizim sədrimiz İlqar Məmmədov. Əldə qayılma müxalifət namizədləri oldu. Bir dənə Tural Abbaslı misal üçün buraxmamışlar seçkiyə. O yadıma gəlir. Tural Abbaslı onda hələ yüngülvarı müxalifətlə iqtidar arasında gedib gələn vaxtları idi. 18-ci ilin axırı Azərbaycan xalqı ölmüş ümid var ha, yenidən bərpa olundu. Yadıma gəlir ki, nə qədər gənclər vardı, Real Partiyasına üzv olmuşdu. İlqar Məmmədova inandılar, İlqar Məmmədov lider olacaq. Amma ilk mətbuat konfransında da insanlar bir sən nətərdi. Biz tez illüziyalara qaplanırıq. Elə bildik ki, İlqar Məmmədov çıxan kimi ölkədə dəyişiklik eləyəcək. Elə deyil. İlqar Məmmədovun gücü daxilində deyildi o. Və də biz elə bilirik ki, falan adam gəldisə siyasətə, o mütləq dəyişiklik. O mümkün deyil o. O illüziyaları öldürmək lazımdır. Ümidləri öldürmək lazımdır. Cəmiyyəti hazırlamaq lazımdır. Cəmiyyəti. Maraqlı bir dövr gəlir. 2018-in axırından 2020-ci ilin pandemiya dövrünə, martına kimi. Azərbaycanda yenidən bir vətəndaş cəmiyyəti və müxalifət qızışdı. 2019-cu il yadıma gəlir də. Mehman Hüseynova azadlıq aksiyası ilə başladı. Sonra feminist hərəkat yarandı. İlk feminist aksiyası keçirildi. Sonra canım sən desin 19 oktyabrda Xalq Cəbhəsi ən böyük aksiya keçirdilər. 2019-cu ilin o yanvar mitinqi var idi. Ondan sonra Məhsul stadionuna giriş qadağan olundu da. Hakimiyyət o mitinqdən niyə narahat oldu? O mitinqin təsirləyici amil nədə idi? O mitinqdə yeni simalar görünür. Təkcə çıxış yerindən söhbət getmir. Rüstəm İsmayılbəyli. O mitinqdə mitinqin iştirakçıları var da. Hakimiyyət bütün mitingləri izləyir də. Hamısı çəkilişlərə baxır. Gördü yeni simalar var orada. Yeni insanlar, iş adamları gəlmişdi mitingdə. Ona qədər aeroport mitingləri olmuşdu. Sahibkarlar mitingləri olmuşdu aeroportda. Bilirsən onu? O həmin adamlar gəlmişdi aksiyalara. Yəni siyasətdən kənar adamlar mitingə gəldi. 19 yanvardaydı da bu işləri. 19 yanvarda. Yadıma gəlmir, Rüstəm İsmayılbəyli misal üçün o dövrlərdə populyarlaşmışdı. Nə baş vermişdi həmin dövrdə ki, Əliyev o dövrdə biraz ipi buraxmışdı. Yəni sərbəstləşmək vardı. 2019-cu ilin mitingləri çox təsir vermişdi. Həddindən artıq. Bu qədər gözləmirdi hakimiyyət. Mitingə adam gələcək. Mehman Hüseynov aclıq aksiyası cəmiyyəti tamamilə dalğalandırmışdı. Yəni onun o türmədə aclıq aksiyası keçirilməsi demək o ki, cəmiyyətdə bir əhval-ruhiyyəni qaldırmışdı ki, necə yəni bir adam həbsxanada bu qədər aclıq aksiyası keçirirdi, Mehman Hüseynov baxmayıb, cəmiyyətdə təsir imkanları var idi. Onun videoları. Ona görə də onun çağırışına adamlar gəlmişdi mitingə. Və bu təsir edici amil idi. Qərbin birinci uğurlu layihəsi Meydan TV-dirsə, ikinci uğurlu layihəsi Mehman Hüseynov demək olardı. Yəni o Mehman Hüseynovun özünün də dəyanəti təsir etdi. Ardınca seçkilər başladı. Fevral ayında. Düzdürmü? Səhv etmirəmsə.
Bələdiyyə seçkiləri, Bələdiyyə seçkiləri ümumiyyətlə Azərbaycanda bir dəfə mənə gəlməyən ki, 99-cu ildə maraq doğurubdur. Ondan sonra 2004-də oldu, sonra ardı heç oldu. Amma məsələn 2019-cu ilin bələdiyyə seçkilərində belə bir xüsusiyyət vardı ki, gənc simalar Vəfən Ağa idi, Rəbiyə Məmmədova idi. Belə normalda görmədiyimiz oldu, amma Vəfən Ağanın bu dəfəki seçkiləri daha yaxşı idi. Amma performansı. Performansın kökü oradan gəlir. Vəfən Ağa deyil. Bəli, oradan gəlir. Kimliyi bilindi də. Bəli, oradan gəlir. Sonra seçildi də. Düzdürmü? Hə, bələdiyyəyə seçilmişdi. Seçilmişdi, bəli. Rəbiyə populyarlaşdı. Bəli. Sonra Mehman ilk seçki ilə bağlı təcrübəsini getdi seçkiyə. Orada getdi MSK-nın iclasında iştirak elədi. Məzahir Pənahın üzünə dedi ki, seçki saxtalaşdırılıbdı, düzdürmü? Amma bir də ki, o dövr necəsə bilmirəm, şayə yayılmışdı ki, bəs hökumət islahata gedir. Səhv eləmirəmsə Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə başlamış bir şey. Hökumət heç vaxt islahata getməyəcək. O dövrdə bir şayə yayılmış, hökumət islahat gedir və müxalifətdən də parlament adamları hazırlanır, müstəqillərdən və dəxiliyyətsiz adamlar, ömründə siyasətlə məşğul olmayan adamlar. O seçkiyə qoşuldular. Bəli. 20-ci il seçkisinə. Aha, hətta Fərhad Mehdiyev, Vasif İsmayıl. Bəli, hamısı qoşuldu ki, bəlkə nə isə olacaq da. Çünki İlham Əliyevin özü qanunvericidə bir sıra dəyişiklik etmişdi. Və müraciət edib, çağırış etmiş ki, seçkiyə qatılın. Yadıma gəlirmi? Amma nəticəsi olmadı da, Nurlan. O nəticəsinin olmamanın yenə gəlir, çıxır biraz bizdən asılı olmayan faktorlara. Pandemiyanı heç kim hesablamamışdı da, yəni. O pandemiya olmasaydı bəlkə o dalğanı qoruya bilərdik. Mən bəlkələrə inanmıram da, hakimiyyətin özünün iradəsi olmalıdır. Əgər deyirsənsə sözü, onun ardı gəlməlidir. İradə yox idi. Bir də səhv eləmirəmsə həmin dövrdə Qərbin bir tələbi vardı vətəndaş cəmiyyətinə ki, dövlətlə dialoqa gedin. Dövlətə demişdi ki, vətəndaş cəmiyyəti və müxalifətlə belə dialoqa gedin və iki tərəfdə belə bir dialoqa çalışırdım. Yadıma gəlmişsə Rüfət Səfərov Vilayət Eyvazovla görüşmüşdü həmin o periodda. Ya da Bəxtiyar Hacıyev çıxdı ortalığa ki, bəs mən bu dialoqun öncüsü olmaq istəyirəm. Avtobus müxalifəti yarandı. O şey, mən indiki tarixdən baxanda anlayıram ki, zaten bir il əvvəldən bu Əliyev müharibəyə hazırlaşırdı və müharibəyə tam belə stabil hökumətlə getmək istəyir. Çünki o şeylər elə bil ki. Amma yenə də alınmadı da. O zaten o müharibəyə kimi lazım, Rubikon keçən kimi, müharibə olana kimi istəyirdi ki, vətəndaş cəmiyyəti və müxalifət arasında bir vahid mövqe qursun. O müharibədən sonra lazım olmadı. Çünki gücləndi. Çox gücləndi. Müharibədən sonra gücləndi, bəli. Çünki bilirsən niyə müharibədən sonra gücləndi? Bunun kökləri geri çıxır 90-cı illərə. Azərbaycan xalqı Qarabağ münaqişəsindən travmalıqdır. Xalq olaraq, cəmiyyət olaraq. Biz Qarabağ elə bir ki, işğalından ağır bir travma almışıq. O travma, istərsəməz bu Qarabağ problemini həll edən, işğala son qoyan adama bizdə simpatiya yaranmalıdır xalq olaraq. Və Əliyev bunu elədi. İstəsək də, istəməsək də müharibə bir xalq olaraq bizim elə bir travmamıza bir elə bir edir. O yaramızı biraz sağaltdı da. Çünki o dəhşətli bir travma da. Biz məğlub travmasını yaratmışıq, yaşamışıq. O travma bizim canımızdan çıxmıyordu. 20-ci il müharibəsində ona görə biz hakimiyyətə dəstək verdik. Müxalifətli də cəmiyyət olaraq. Amma vətəndaş cəmiyyəti onunla da parçalandı. Vətəndaş cəmiyyəti onsuz da məhv olmuşdu da. 13-cü ildə. Həmin dövrdə müharibəni dəstəkləyənlər və dəstəklənməyənlər arasında çox ciddi bir şey yarandı.